Ağdaşdan hər kəsi salamlayıram. Əziz izləyicilər, necəsiniz? Nə var, nə yox? Keyfiniz, əhvalınız necədir? Ümid edirəm hər biriniz yaxşısınız. İnşallah Allah hər birinizi yaxşı eləsin. Gününüzü xoş, mənalı keçirtsin inşallah. Keçdik mənim işlərimə. Mən də ilk yerimdən duran kimi, həmişəki kimi düşürəm həyətə. Həyətimiz çox böyükdür, özünüz də görürsünüz. Yəni biraz olduqca var. Həyəti süpürəndən sonra, yəni ilk işim budur. Yəni həyətə düşən kimi birinci həyəti süpürürəm, tərtəmiz. Sonra bir gözəlliyinə baxıram, təmizliyin. Ləzzət edir da mənə. Bilirəm ki, bütün xanımlar belədir, təmizliyi sevir. Təmizlik imanımızın yarısıdır. Dinimizdə də var. Belə insan özü təmizlik nəyə desən deyərdə. Evdə hamı yatıb, yəni qaynanam da, uşaqlar da yatmış olduğu halda mən yuxarıda evdə iş görmürəm ki, səs olmasın, onlar oyanmasın. Ona görə ilk düşürəm həyətə, həyəti süpürürəm, toyuqlara dəm verirəm, yəni. Bu işlərimi gördükdən sonra yuxarı çıxıb evə çay dəmləyirəm, çay qaynadıram, çay dəmləyirəm. Ondan sonra ailə üzvlərimiz durur. İzləyicilərdən biri sorumçurdu ki, qaynana yanında olursunuz. Bəli, xanım, qaynana yanında oluram. Özüm haqqında məlumat istəyirsiniz, xanım, verəcəm. Mən bu kanalı açanda, yəni bilirəm ki, İzləyicilər üçün nə maraqlıdır, hamısına cavab verməliyəm və verəcəm də inşallah. Qaynana yanında oluruq, bunu deyim. İnşallah ki, gələcək videolarımızda da hər bir nə sual maraqlıdırsa sizə, siz sualınızı verin. Mən də inşallah gələcək videolarımda hamısını cavablandıracağım. Özüm haqqında da geniş bir məlumat verəcəm, xüsusi bir video çəkəcəm. Yəni fikrimdəyi budur. Kanalıma abunə olanlar hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun, yaxşı ki varsınız. Kanalıma abunə olmayanlar, sizdən çox xahiş edirəm. Məni izləyən hər bir kəsə, ola bilər videoya baxırsınız, amma unutmusunuz abunə olmağı. Çox xahiş edirəm, abunə olun. Ailəmiz böyüsün, genişlənsin kanalım. İnşallah hər bir videoları gələcəkdə daha maraqlı, bir-birindən maraqlı bir videolar çəkəcəm. Toyuqlara dəm verdim, daha sonra quşlara da dəm verdim. Bu qabın içində də pendir almışdıq. Elə pendiri də belə qabılı verdi bizə. Mən də onu düşündüm ki, pesoq qabı edim. Pesoğumuzu əvvəl belə marojna qabında istifadə edirdim. İndi tökdüm o vedrəyə. O vedram oldu bizim pesoq qabımız. Çalışıram hər bir şeyi dəyərləndirim. Yəni hər bir şey xüsusi qablarda olmasın. Şərt deyil ki, yəni xüsusi qablarda pesoq qabı, qənd qabı və yaxud da ki, başqa digər ədviyyat qabları nə var, onu çalışıram dəyərləndirim. Ehtiyac olanları da alıram. Ehtiyac olmayanları çalışıram evdə olanları dəyərləndirim. Uşaqlar artıq durubdu. Dedim, nə istəyirsiniz? Dedilər, şirin çay, pendir, yağ, belə yanı. Mən də onların istədiyini hazırlayıram. Hər gün sorumçuram, bir gün yumurta. Amma son zamanlar elə şirin çaydan pendir yeyirlər deyərəm. Artıq bir həftədir ki, yəni belə yeyirlər. Nə istəyirlər uşaqdır, onları da hazırlayıram. Çalışıram, ana nəvazişi, ana qayğısı göstərim. Özüm işləmişəm, onu da sorumçurdu izləyici. O haqqında da məlumat verəcəm. Özüm işləmişəm, uzun illər işdə olmuşam. Ancaq həftə sonları uşaqlara qulluq edə bilmişəm. Ancaq bu ildən həm evdəyəm, işləmirəm, həm də uşaqlar günorta oxuyur. Yəni uşaqlar günorta oxuduğuna görə hər gün səhər-səhər onlara səhər süfrəsi hazırlayıram. İkisi də günorta olduğuna görə çox xoşdur mənə. Keçən il biri səhər, biri günorta oxuyurdu. Ona görə bir ailəmiz bir araya gəlmirdi. Mən də çox belə şeylərə üstünlük verirəm. Uşaq hər bir şeyi, hər bir sevgini bizdə görsün, ailəmizdə görsün. Yəni istəmirəm ki, bizim uşaqlar hardasa nəysə görəndə təəccüblənsinlər. Ona görə çalışdığım qədər olanımızı sevə-sevə uşaqlara verirəm. Uşaqları nə qədər sevgi ilə, nə qədər hörmətlə böyütsək, o qədər həm gələcəkdə hörmətli olarlar, həm də o sevgini elə ilk ailəsindən görər uşaqlar. Mən də çalışdığım qədər uşaqlarımıza çox hörmət qoyuram, çox dəyər verirəm. Məni tanıyan hər bir kəs bilir. Yəni mən
Bütün qohum, əqrəbə, hər kəs bilir ki, mən özümdən də çox uşaqlara istəyərəm. Dəyər verilsin, uşaqlar hörmətli olsun. Bəlkə də səhv edirəm, ancaq səhv düşüncədəyəm, səhv edirəm, ancaq bu mənim xarakterimdir. Yəni, hər bir kəsin mən də hörmətlə yanaşıram fikirlərinə. Bu da mənim bir fikrimdir. Allah bütün övladları qorusun, bizim övladlar da içində. Çox şükür, əlhəmdülillah, Allahın verdiyi hər bir roziyə min şükür, çox şükür. Allahımızı sevən biriyik. Hər gün Allahımdan dua edəndə deyirəm, ya Rəbbim, özün istədiyin qədər rozimizi ver. Nə qədər istəyirsən o qədər ver. Mən demirəm, mənə çox ver, az ver. Özü nə qədər istəyir Rəbbim, çox şükür, çox razıyam. Rozimizi yetirir, min şükür Allahın verdiyinə. 2 cür pendir qoymuşam. Biri biraz market pendiri kimidir, biraz boş. Biri ev pendiridir, biraz bərk. Mən ev pendirini xoşlamıram. Onu evdəkilər xoşlayır. Uşaqlar da xoşlamır. Uşaqlar da elə mağazin pendirindən yedilər. Nəysə, səhər uşaqlar bir tikə çörək yedilər. İndi keçək dolma pişirməyə. Kələm dolmasıdır menyumuzda günortaya. Uşaqlar buna ağ dolma deyir. Onların dilindən desəm, ağ dolma hazırlayıram. Mən kələmi bu qaydada ortasının kök hissəsini götürürəm. Kəsib götürürəm və belə suya qoyuram. O qədər rahat olur ki, çox özü istilik dəydikcə, belə deyim də, yarpaqlar aralanır. Yarpaqlardan dolmanı hazırladığım zaman, hazırlayandan sonra yarpaqlardan artıq qalanını və üst-üstə yığıb qoyuram soyuducuya, paketə qoyub qoyuram soyuducuya. Xanımlar, elə qəşəng də olur. Yəni, adam əlinə atanda çıxardıb da bükmək çox rahat olur. Əlinin altında olur, belə deyim, hazırlanmış, bişmiş bir kələm. İlk öncə belə hazırlayıram yarpaqları. Mənim üçün rahat olur. Daha sonra büküb hazır qoyuram. Sizlər necə edirsiniz? Maraqlıdır. Rəy bölməsində yazarsınız öz fikirlərinizi. Mən mətbəx xəstəsiyəm, yəni ev xəstəsiyəm. Evdə bütün işlərimi görərəm. Hətta bazarlığı da xoşlayıram. Bazarlığı edim. Yəni, çox xoşum gəlir. Bazarlıq edim. Evdə biş-düş hazırlayım. Şirniyyat edim. Həyət, baca, yəni bu işlər. Əlacım olsa evdən çıxmaram. Sırf ev işlərini, yəni özüm görürəm, özüm də görürəm. Beləcə edirəm, xanımlar, soğanı xırda-xırda doğrayıb, 2-3 baş doğrayıb, onu tomatda, yağda qovururam. Sonra onu bax belə tavada altdan düzürəm üstünə. Sonra dolmaları da büküb üstündən yığıram. O qaynadıqca, yəni bütün altdan bütün dolmaların üzərinə çıxır. Çox qəşəng dadlı olur. Nə haqqında çəkməyimi istəyərdiniz, xanımlar? Fikirlərinizi rəy bölməsinə yazarsınız. Mən də çalışdığım qədər, bacardığım qədər. Ev turu istəyirsiniz, hələ ona hazır deyiləm, inşallah. Qismət olarsa gələcəkdə çəkərəm. Ancaq özüm haqqında məlumat verəcəm. Başqa nə maraqlıdırsa, hansı mövzu haqqında maraqlıdırsa deyərsiniz. Çəkilişlər edərəm inşallah. Burada yeməyi hazırladım və qonaqlarımız da oldu. Qəfil, yəni anidən bir qonaqlarımız da gəldi. Nə yaxşı ki, hazır da yeməyim oldu. Hazır yeməyim olanda çox sevinirəm kiminsə gələndə, yəni. Allahın verdiyinə çox şükür. Allah qonağın rozisini özündən qabaq yetirir. Bunu həmişədən deyiblər. Həqiqətən də düzdür, elədir. Mən də qonağı çox sevirəm. Heyf deyil qonaqlı ev, qonaqlı qaralı. Çox sevirəm. Çox şükür evim də qonaqlı qaralı olur. Qonağı görən kimi elə tez gətirib şirniyyat eləyirəm. Burada perok elədim. Dedim tez bazar perok olar, yəni. Perokum da qəşəng çıxdı. Çox şükür. Allah heç vaxtı məni utandırmayıb. Heç kəsin yanında bu günə qədər. Allah heç bir kəsi utandırmasın. Heç bir kəsin yanında. Çox şükür, atdığım addımı 1000 dəfə düşünə-düşünə, ölçüb biçə-biçə atıram. Ona görə də bu günə qədər də üzü ağ, başı dik, alnı açığam. Həm ailəmin yanında, hər bir kəsin yanında.
Olmalı pirog edirəm. Yəni üstü umaclı, çox vaxtı üstünün umacını etmirəm. Uşaqlar üstünə tökür deyənə, dağıdır deyənə üstünün umacını tökmürdüm. Sadəcə olaraq hamısını bir yerə qarışdırıb töküb listə bişirirdim, hazırlayırdım. İndi ancaq qonaq var idi deyənə üstünü umaclı elədim olduğu kimi. Burada da bir təxmini qatığı təxmini tökürəm. Bir stəkan qatıq gedir, mən də təxmini elədim. Həm də mən xəmirini duru edirəm. Xəmiri duru olanda pirog, biskvit qəşəng olur, yumşaq olur. Ona görə də mən bütün biskvitlərimi, piroglarımı hamısını xəmirini duru edirəm. Xanımlar, özümüzə görə şirniyyatlar edirəm evdə. Yəni demirəm belə professional mı edirəm. Yəni o şirniyyat bişirənlərimiz, onlar ayrıca bir kanalları var, onlar ayrıca gözəl edirlər. Sadəcə olaraq mən də əlimdən gələni evim üçün, ailəm üçün çalışdığım qədər peçenyelərdir, biskvitlərdir, tortdur, çalışdığım qədər evdə edirəm. Yəni özüm bacardığımı edirəm. Yəni bacardığımı edirəm ailəm üçün, evim üçün. Bir qonağım gələndə çalışdığım qədər, yəni market, ıbır-cubur, yəni şeylərinə qaçmırıq. Çalışdığım qədər evdə edirəm. Evdə olsun. Uşaqların da məktəb çantasına evdən çalışdığım qədər evdən hazırlayıb qoyuram. Yəni həmişə işləyirdim, çatdıra bilmirdim. Bir dəfə eləyəndə bir dəfə edə bilmirdim. Ona görə çox alırdı uşaqlar. İndi evdəyəm deyənə niyə də evdən qoymayım. Burada da uşaqlar yeyir, nuş olsun. Cücələrə Allah qorusun bütün övladları. Videom sona çatır. Xahiş edirəm yenə də əziz izləyicilər, kanalıma abunə olun. Kanalımın linkini ətraflarınızdakı adamlara linkini göndərin, abunə olsunlar. Abunəmizi artırın. Sağ olun, izlədiyiniz üçün təşəkkür edirəm sizə. Rəylərinizi gözləyirəm.